Salam dostlar, tekrar öz kanalınıza hoş geldiniz. Burası gördüğünüz kimi Kanazawa şəhridir. Japonun bir dana təqribən bir balaca şəhərlərindən biri. Burası Kanazawa Station'dır. Bugün nərmət həsmimimiz beləsidir ki, buradan gedək Shirakawa-go, bir dənə kətdi Shirakawa-goya. Buradan otobusla 1 saat 10 dəqiqəlik yoldur. Bu Shirakawa-go çox görməli bir şəhridir, çox qədimidir və UNESCO da oranı puşeş verib ki, heç bir şeyin əvəz eləmək olmaz. Səqfi zadı oranın samandandır ki, qar ki gəlir ora biş az hədd qar yağır. Ona xatir o puşiş versin, yəni qoymasın ki, çox ağırlıq eləyə səqf. Məsələn, uça, tökülə yer. Bəs bahəm olaq, gedək və bu şəhri balaca kətdi, yəni demək olar bu balaca kəndi ətrafının hər haracan imkan olsa sizlərlə bahəm görək. Balaca da stationin içərisindən görüş eləyək. Əlbəttə ki, qabaqki filmlərdə vardı. Bəli, yenə təkrar. Çox ləzzət edir mənə. Çox gözəldir, çox təmizdir, çox mürəttəbdir, vaqəən görməlidir. Onun üçün mən hər nə qədər də video çəkirəm, ya şəkil çəkirəm, doğrusundan görmür mən. Sizləri də bilirəm ki, hətmən beləsin. Dükandır, bazardır, stationin təmizliyidir, millətin adab rüsumlarıdır. Yəni bir dənə yersən, kahve içsən, o kahve içməğa əslən görmən gərək. Görəsən necə belə təmiz, tamam servisləri. Yəni qaşıqdan sən gələ, duzdan, nəməkdandan, hər nə mənə ağlıva gəlsə, o bir dənə servisdə sənə tərtəmiz, behdaşlı, kamilən vardı orada və əl-ayağı yumaq üçün, yedin, içdin, qutuldun, orada belə əl-ayaq yumaq üçün çox belə təmiz, əslən xəbər eləməli də. Bu da ki, tükan bazarlarda da vaqən ləzzət eləməli. Ümidvaram ki, istəyənlərə, bilirəm ki, hər kəs Japon məmləkətini çox sevir. Mən də 30-40 il arzudan sonra gəldim, çıxdım və mənim böyük arzum Shirakawa-godur ki, ora getmək üçündür. Mən elə o qədər, məsələn, modern şəhərlərə o qədər əlaqəmənd olmuram. Amma görmək də istəyirəm. Amma çox əlaqəməndəm o qədimi şəhərləri, məsələn, balaca yerləri görə, balaca kətləri görə. Amma siz əzizlərə demən, haracan imkan var, şimaldan cünuba, yəni Japoni və o biri məmləkətləri, Vietnamdır, Filipindir, onları da filmlərimdə baxıb bilərsiniz, görərsiniz. Bəs bahəm olaq, yavaş-yavaş gedək Shirakawa-go kəndinə və oranı görüş eləyək. Burası da dostlar, xidmətinizə belə yetirim ki, burada bir teydə sənduqlar görürsünüz. Elə bir sənduqlar. Buraq bu doğudan beləsi yazıbdır ki, 800 yen verirsən burada. Burada əgər kifin ağırdır, o yan bu yana dolandıranmısan, qoyursan burada qalır 24 saatı da açıqdır. Və kifi qoy bura, çıx get girən, gəz dolan, axşam saata gəl, aç, götür, çıx get. Bu stationlərdir yəni. Fikir edirəm, tamam stationlərdə də var, heç olmasa böyük stationlərdə hətmən bu sistem var. Çox gözəl bir sistem. Şimdi bunlar gördüyünüz kimi, bax, istirlə burada, çəmədənlə qoyarlar, bunları çıxala gedərlər. Üçün ağırdı istəmirlər dolandılar. Behdaşlıdır, nəşşularıdır. Bax, burada uşaq üçün, kif üçün, nə bilim, hər bir şey, hətta tuvaletlərdə də çox olsun, tuvaletlərdən bir qədər isti vardır tuvaletdə. Yəni, üçün oradan baxsınız, bərq vardır, isti vardır. Oturanda, yəni, isti verir, rahat, nəşşuyu verirsən, çox da. Yəni, heç məlməşətdə bu sistemi görməmişəm. Bax, burada baxsınız, burada
bir dənə onu vurursan, bu səs salır. Səs ondan ötürü ki, bir boğulsan, səs tonu edəsən, o səsi mütəvəccüh olmasın burada. Sprey var burada, yumasıdır, saxlamasıdır, flaşıdır. Çox güzel. Hətta burada suyun azalıb çoxalması. Bunların sistemləri. Onunla yerləri. Okey dostlar, bizim otobusumuz hazır oldu Şirakavago'ya. Bu otobusumuz hem gedir. İnşallah səfərimiz yaxşı olar sizin dostların köməkliyi ilə. Bu otobusumuz çox gözəl. Hava peyma kimi. Otobus hərəkət elədi stationdan. Burası da tüneldi. Girdik tünele. Uzun bir tüneldi. Ben vəsəti tünelden başladım filmi götürmək. Bəlli ki, çox uzundu. Bunlarda baxsaz, tüneldən İstudiyadan 15 dəqiqə yol gəldik. Bunlara baxsaz, feylən bunlarda qar vardı. Yəni, yapının heç tərəfində yox. Burada indi April ayıdır. O tərəfdə ağaçlar gül açıbdı. Nazakada ya məsələn Kanazabada, Tokyo'da. Bəli, burada feylən qar vardı. Yəni buradakı belə qar var indi. Demək olar qışda bura gəlmək çox qeyri-mümkün bir məsələdir. Bəllidir ki, servisləri çox mücəhəzdir və gələ bilirlər. Yetişdik Şirakavago'ya. Kəndinə başlayaq, görək. Halara gedə bilirik. Dostlar, bu kəndin baftın neçə illər bundan qabaq düzəldiblər. Bu duvarlarından, bu qarlarından sizlərə göstərdim. Sudakı dağdan şır-şır şarıldayır. Buranın çoxlu millət gəlir nə mənəsinə bu evlərdən ötür. Yəni baxsaz burada samandan bunların səxvlərin yanı damların samandandır. Bax belə yaxından görsə də biləm. Gözü çox. Bax oradan baxsaz görəsi doğudan yarım metri hududunda səxvin samanı var üstündə ki, bunu o şibində çox divar kimi eləyiblər. Yəni 90 dərəcə demək olar ki, şibi vardı. Yəni qar gələn dəqiqə bilafasilə ərisin ya tökülsün, gəlsin ki, qalmasın ki, səxvi yatırda bilər. Çox gözəldir. Fövqəladə gözəldir. Məsələn, bu əmmarı kimi bir yerdir. Gələn bunun səxvin çox görürsünüz, qalindən, samandandır. Küləş deyərdik biz buğda yarpağı. Buğda yarpağı. Mən bəzi bir kəlmələri doğrusundan yadımdan çıxıbdı. Yəni çöpləri, buğdanın qənətləri, çöpləri onlardandır, küləşdən. Biz küləş fikir edirəm deyərdik, küləşdir. Bu məsələ səxvi bücür. Görürsünüz ki, çox şibin çox eləyiblər ki, bilafasilə yəni qar bir balaca hava oldu, tez tökülsün gəlsin. Qalmasın səxvdə.
evlərin gözəlliyinə baxın. Fövqəladə gözəldir, fövqəladə gözəldir. Burada küləşlər var, bu küləşlər bax burada dövrəsinə də hətta bu işi görüblər. Az burada görürsünüz ki, bu ağa qarın indi içərisindədir. Mən istəyirəm bu film biraz uzun olsun, çünki bura gəlmək biraz çox zordur. Ola bilər ömrən də bura gəlmək olmuyor. Və hər qətələrindən, qismətlərindən video çəkəm, film biraz uzun da olsa, məsələsi yox, çünki bir dəfəlikdir. Bu ağa burada bir dənə Adəm mərfi düzəltdi. Mən də bunun bir şəklini götürürüm. Hanım korka oradan gedir. Biraz ansız yer. Bu tərəfdəki belə gördüyünüz kimi dağlar, bütün cəngəlllik. Xoşbəxtانه bu gün hava fövqəladə gözəldir. Fövqəladə gözəldir şansan. Və axşamlar deyir sərin olar. Əlbəttə ki, qar var, bəllidir ki, sərin olar. Bizdəki saat 4-əcən təəssüflərlə qeyd edəcəm. Bəli, çox istərdim ki, buranın mən günəş batdığım və günəşin çıxması səhərin görəm. Bəli, təəssüflər ilə burada hotel mütləq, yəni ev heç vəsində tapa bilmədim. Yəni qədimi evlər də olsa, hər nə mənə olsaydı, hazır idim ki, azından bir gecə qalam. Hələ 2 gecə vəsə qoymuşdum. O da heç vəsə yer tapamadım. Gərək mən neçə gün qabaqdan oteli rezerv eləyəydim. Burada qədimi, məsələn, sünnət evlər var, onları kirayə verirlər. Daha istərdim onlar ola ki, qədim biz yerdə yatardıq, yorgan döşək. Eləsi bir bunlar sünnətlərini saxlayıblar. Hətta şəhrin Tokyoda ya Osaka'da da bu cür bir şeylər, evlər Hiroşima'da vardı. Və hotellərdə də yerdə yatma bir hotellər var ki, Capsule Room da deyirlər. Ki, indi mən Kanazavada Capsule Room'dayım. Gözəldir da, yəni bir dənə gecə yatsan yetər. O qədər, yəni səhərdən axşama eşikdəsən. Bəli, təəssüflər ilə mən buranın gecəsin və o çıraqların yanması buranın çox gözəl mənzərəsi olur. Onu görmək istərdim. Günün batmasını və günün çıxmasını istərdim. O da təəssüflərlə qismət olmadı. Görək gələcəkdə necə olur. Bu dağların suyudur, yəni der həqiqət qarlarınki də əriyir, gəlir. Hətta baxsam buradan damcı hər tərəfdən. Onlar da qarlarınki də əriyirlər, günüzlər gəlirlər. Çox mənzərəli görsənir. Bunların qabağında simanzat vırıflaşıb, dağ aşıb gəlməsin, tökülüb gəlməsin. Başa baş bu işi görüblər. Məsələ, burası Avşar modeli. Çox gözəldir. Baləcədən, dağdan sular gəlir, çox gözəl. Turist gəlib. Yəni, bura bir uca yeridir. Buradan kət qəşə hər tərəfi görsənir bu ucuya gedəndə. Bu ucadan çıxırlar, baxırlar.
şəhrin hər tərəfinə. Məli vaqəən gecəsini çox istərdim burada ola. Bir yarım saat, 1 saat görüm. O da ki olmadı, saat 4-də getməliyim. Bura üst təpədir. Çərxlə də, maşınla da, hətta piyadə də hər moda gələ bilərsən. Çox böyük bir belə məntəqədir ki, buradan şəhər gözəl görüşür. İstəyirəm ki, sizlərə də görsədəm bu gözəl mənzərəni. Gecəsi buranın fövqəladadır. Mən videolarına baxmışam və bilirəm ki, çox gözəldir. Baxdığınız kimi görün mənzərə nə mənə. Fövqəladə gözəl. Birdən çəkək qaba, əlbəttə qabaqlara gedəcəm. Onlardan görsədəcəm. Amma bu təpədən də bir baxaq. Biraz güneşdir, milletin. Bunlar istəmirlər. Güneşə adətləri yox elə. İstəmirlər ki, gündəyə bəziləri çətir tuturlar. Bunlar çoxu çətir tuturlar. Fövqəladə gözəl. Bir dənə də buradan görüşümüz olsun. Buradan ki çox gözəl görsənir o xiyaban. Aşağıda. Yerim siz də gördünüz daha hududu. Fövqəladə gözəl. Baby turist as well. Bir tək evdə burada var. Və bir abşar. Bir dedəm götürmüşəm. Bir də tikrarən götürürəm. O tapıyacaq. Qarışı görürsüz evlərin qabağında. Hətməl onları damlardan töküblə qıra. Burada da yavaş-yavaş əriyə gedir, amma təəssüflərlə neçə ilin təəssüflərlə xoşbəxtانه ilin qar gəlincə də bunlar əriyib qutulmayacaqdır müsəlləmən. Həyə də əriyə üçün hələ isti vaxtlara qalır. 2-3 ayda, Julayda əriyə bilər. Bu səxvi bəllidir ki, taza vurublar. Şayət 5-10 ildir. Belə tazıya görsəniz. Burada bir tədat məntəqələr, yəni turist gərək gəlməyə, xüsusidir. Əgər gəlsən, nə turist də gəlsə, gəl bunlara bizlər ayaq qoysaq gərək riayət eləyək. Ehtiram qayda olaq bunlara. Daha asayişinə hədmə vurmayaq. Bu lap qədimi məsələ, gözəl bir ev. Ruslar da bu şəkildə. Burada iskahı qayıqdır. Burada diqqət eləsəz bir xanım, hududan şayət 90-dan artıq yaşı var. Gətiriblə qayığa mindirələr. Gəzət olanı.
İndi oğludur, nə idi? O da yapışıb əlindən aparır. Oh, gözəl. Buradan telikabinə tərəf hududən 5-10 dəqiqə çəkir, gedəsən dağın üstünə. Bunlar da Japonludirlər. Turistdirlər, gəliblər ayrı bir şəhərlərdən. Buradakı bunların numalarından biri. Məbəddir bura. Fövqəladə gözəl məntəqə. Çox gözəldir. Və telikabin də üstdən gəlir. Dənə bələcə kabin. Çox gözəl. Sakit. Bura isgahıdır. Burada saxlayacaq düşələr. Xuk əkisi var. Nə bilim ki, yəni burada xuk var, bir mövqeyin qorxmayasan. Oradan gedilir üstə. Burada da bir dənə bir daha əvvəl fövqəladə gözəl. Mənzərə cəlib. Bəli dostlar, bura telekabindən gəldik. Buranın lap üstüdür. Şəhri də gördüyünüz kimi aşağıda. Station da həmən o uzun yolunu ki gedir station o başda. Həribən bir balaca bir şəhridir. Samurayların şəhri. Burada da bir məbədgahları var. Tərtəmiz, gözəl.
burada cənub tərəfindən görüş. Ağaçda gözəlliğə bax. Ağaçda gözəlliğə. Okey. Burada La Collina qədimi, tradisyonel bir suit şirne kərxanası, yəni qədimi bir keklər düzəldirlər burada. Belə bir məntəqədir. O görə tapa biləcəyik. Yəni necə? Aha, bu burdadır. Fövqəladə gözəl, fövqəladə gözəl. Oo. Vay. Bax evlərdən, bax indi. Çox gözəl mühabbətə. Fəqət burada bu kek üçün gəlirik. İçəriyə gedəcəyik. Siz baxın bu saxtımana. Bu məntəqiyə. Göyçəkliğə. Fövqəladə gözəldir. Dağın ətəyində. Bu saxtımanın üstü səxvi. Baxın görün nə halətdədir. Yəni o tərəfdir, çəməndir. Bücür bir səxvi var. Çox gözəl belə, çox gözəl. Fövqəladə. Bax səxvəsiz, baxın səxvə pəncərələrinə. Şokolad da buranın qədimi bir kek kərxanası deyil. Baxın bu səxvin orada. Səxvidən də hər ləhzə su damır elə. Da içərisi. Nələr var, nələr. Nələr var, nələr. Fövqəladə gözəl. Fövqəladə gözəl. Anva və qısamı keklər. Fövqəladə gözəl. Yüzlər dəfə də desəm, bəh, yenə azdır. Çox gözəldir. Fövqəladə gözəldir. Super. Baxın keklərə. Bu su səxvidən hər zaman gəlir. Damda, səxvində ağac əkiblər. Buranın səxvi bu halda bir şey. Hər qismət, burada da qəza qisməti var. Restoranın dizaynı, təmizliği. Burada bir ayrı qismət, ayrı salon. Məntəqənin dörd-dörə hər tərəfində belə bir gözəl salonlar, restoranlar. Məxsus fəqət millət bura kek üçün gəlir, kek. Buranın qədimi sünnəti bir kekləri ki var. Millət bundan ötürü gəlir. Məntəqə də ki fövqəladə gözəl. Dostlar, icazənizlə gəldik burada kafe şabına buranın, bu karxananın. Bir dənə bir böyük təşkilatdır buraya. Bu kekidir, bu da kafesidir, bu da servisidir, bu da məntəqə. Çox təmiz. Çox gözəl, vaqən
həsrət eləməlidir. Ümidvaram ki, hər kəs istəsə nəsib olsun biləsinə, gəlin, gəzin, dolanın. Burada bunlar yavaş-yavaş bu şəhridən uzaqlaşmağa hazırlaşıram. Hələ hər qədəmləri buranın vaqəən çox gözəldir və çox görməlidir. Mən o qədər istəyirəm ki, onlardan filmi çəkəm, tamamı cüziyyatın görəsiz və özüm də baxdıqca vaqəən ləzzət bəxş olacaqdır. Bunlar fikir versəz, lap qədimi evlərdir. Kəş o halətdə elə qapını açırdılar, girirlər içəriyə. Bax, belə bir şey. Oşinin filmində fikir edirəm, görmüsünüz də. Qədim Oşinin filmi var idi. Salam dostlar, Kyoto şəhərində Fushimi Inari bir məntəqə, bura stationi. Yəni hududən 10 dəqiqədir bir cürsi insan bir dənə trendən, qatardan gəlib eşiyə. Hala da qutulmur cəmiyyət. Çox-çoxşuluq. Bura çox-çox gözəl bir məntəqədir. Gəldik buranı görüş eləyək və siz əzizlərlə şeir eləyək. Burada bir beləsi taverlər var, yəni nə deyirlər, beləsi bunlar qurtulan nəyir, yəni çoxlu bu cür yüzlər, bu cür bu taver deyirlər bunlara, bunlardan var. Bunların içəriləri ilə gedən dövrəbələri də mənzərəli bir yerlərdir. Çox-çox gözəldir, vaqəən fövqəladə qəşəng. Ləzzət eləməli. Hava da fövqəladə şansan qəşəngdir də. Ah, nə qədər insan var, nə qədər insan var. Sorry. Ağa rubahdır burada. Super, super. Çox-çox gözəldir. Təbildə səsi gəlir. Ola bilər burada da şaxsey var. Aha. Hoca o təbil səsi hardan ya? Aha, orada biri əlləşir. Bu nihai şeydir.
Burada nüayiş edir. Burada gül yatdı bir tane. Məsələ nədir? İbadət. Ağalar qoymadı film götürən, bunlar musiqi oxuyan. Uzaqdan bir yavaşça belə də. Tutulandan sonra götürün. O haberler biş az həddir. Çox-çoxdur. Görək necə olur, başa getmək olacaq ya yox. Çox gözəl mənzərəli, sinematik. Hang on, the man just... Sorry. Çox gözəl. Bunlar bildiğiniz kimi bambu ağaçlarıdır. Neşəkər deyərdik biz fikir edirəm. Bax, başacan şayət 4-5 kilometrdir. Bilmirəm nə qədərdir. Bu cür. Sorry. Bu cür. Bunlardan başacan və şəm yandırırlar. Niyayiş edirlər. Bir tədad yadigarı burada var. Hər kəs istər. Burada bir girişi, yenə təkrar. Bunlar iki bunlar yəni hamısı taxtadılar. Bunlar dəmir dərin. Böyle. Mənə şeylə gəlir. Taxtadılar, çünki çatdaqları zadı var. Rəhlə. Taxtadır. Bu ənlilikdə neşəkər. Bambu ağacı. Görək qabaqda araşdırıb baxacaq. Elə gördüyünüz kimi idaməsi var. Get ha gedəsən. Bu tərəflərdə də ayrı bir məbədgah, belə bir şeylər. Daşlarda bir şeyler yazıblar öz dillərində. Bilmirəm nədir. Evet, balıqlar lehə quyulanıblar. Bunlar da bu türdə balıqdırlar. Görə bilirsiniz ya yox. Bambu ağacı deyirlər. Bunlar ağaçdır, bu cürsü rəhliyibdir. Bu ağaçdan bəllidir ki, burada biri sınıb. Bu ağaçdan bəllidir ki, bunlar bir ağaçdırlar. Böyrədəki ağaçlar var, onlardan ne? Və bu ağaçlardan kəsiblər. Burada qoyublar yerə və dövrələrini rəhliyiblər. Bəli, çox gözəl. Ağalıba. Fəlsəfəsi nə mənədir, mən bilmirəm.
Я рассказываю. O sade bura. Sade halette. Çok iyi insan. It's amazing. Burada da bu adamın evi var. Burada yaşayır, bağçası. Evi, eşiği. Şayet buranı müraqibət edenlerden biri ola. Gözəl çiçəklər var. Gəldik təpiyə. Çox gözəl mənzərəlidir. Kyoto şəhəri də buradan görsənir. Bir dana bir uzun körpü var. O uzun körpü o başda ağaçlardan sonra görsənir. Oranı heç mən görə bilməmişəm. Çox uzun körpüyə oxşur. Poldur. Şəhrin o başından o başına bilmirəm harası. Çox uzun bir körpüdür. Oranı görəməmişəm. Bir balaca kafe shop kimi bir şey. Oturmaq yeri zadı. Güzel. Görək. Burada bir xətt axırdır. Xətt axırdır. Şəhrin bir mənzərəsinə, Kyoto şəhrinə baxaq. Bərabər. Yaxşı. Körpünü buradan bir də təkrar görmək istəyirəm. Siz əzizləri də göstərmək istəyirəm. Bu qədər. Ada nihai şeyleri burada. Burada bir şeyimiz var burada. Bizim şeylere de okşur. Bu dağın aşağısında da bu evlerde gaz da var. Güzel. Ağaçlardakı bəli, gülün açıb, çox gözəl.
Qatar da gəlir. Yol bağlandı. 今天晚上玉林可以说这样。 Qatar gəlir, millət durub. Çox sürətli. Bu nədir? Horse chestnutlar. Belə bir şeyləri pişirirlər. Biz horse chestnut deyirəm, bilmirəm. Palıt deyərdik biz. Palıt. Salam dostlar. Bu günlərimə gəldik bu şəhərə. Buranı şayət həd sıvırasız ki, bura haradır. Eylən Japondayam. Osaka şəhərindən gəldim. Bura. Bildiğiniz kimi və gördüğünüz kimi bura Hiroşimadır. 1966'da bu məntəqəyə Amerika ki bomba atomu salıb, bu o məntəqədir. Bu məntəqəni UNESCO cover eləyibdi, təxt puşuş UNESCO-dur. Bu cür dövrəbərin salıbdır. Bu cür hesara fəns içərisindədir və millət də gəlir bu dövrəbərdə durub baxa bilir içəriyə, yəni qoymurlar ki gedəsən. Bir məntəqəyi, fəqət bu məntəqədir ki, buranı saxlayıbdır ki, dörd dövrə nə qədər yerləri bu viran qoymuşdu ki, bu da burada əksləri var bir tədad. Görə bilərsiniz. Thank you. Bəli, Ağustos ayında 1945'də ki bu bomb hududən 600 metr dörd dövrəyə, yəni onun patlayışı gedibdir və 200 min nəfər insanı zindəcanlığından edibdir ki 2 kilometr hududunda bunun tüstüsü, tozu, torpağı elə bir zadı olubdur. Vaqəən vəhşətnak bir şey. Dörd dövrə hər haracan imkan olsa istəyirəm filmi çəkən, hətta bu içərisinə baxanda halətdə gör necə buranı viran qoyubdur o zaman. Burada da çoxlu turist vardı hər zaman. Buradan gəlir, görüş eləyir. Bəğəli də gözəl bir dənə rutxanadır. Vaqəən basafa bir yerdir. Burada bir dənə qəbr vardı, vəli bir şeylər yazmayıbdı, itilatı bir şey yoxdur burada. Şey görəmirəm. Fövqəladə cadar, təmiz. Elə bir dənə elə bir lakşeri oturmusan bir dənə oteldə, bir otaqda, elə təmizdir. Bax, misafirləri saldı, qapıda bağlandı, otomatik babay. Londonun taksiləri kimidir, bəli Toyota'dırlar. Toyota'dır, çox gənəşdir. Bu da railwayləridir, şəhrin içində işləyir. Bu qatarlar. Hala bilmirəm, undergroundlı da bunların ki biz undergroundla gəldik. Bəli, şəhərdə fikirəm underground burada yoxdur, şəhrin üzü ilə gedir. Baxın millətin təvanasına, istedadına ki
bunlar bu halətdə şəhəri gör necə gözəl düzəldiblər. Yəni saxta sazın hər bir şeyini gətiriblər. Modern, tərtəmiz, çox gözəl belə şəhər sazı fövqəladə təmiz. İnsanlar da ki biş az hədd gözəl. Yəni bir dənə adres istəsən soruşasan, ayın həmişə ingilisi də bilmirlər. Çox azarağı bilirdim. Yəni yapışacaq sənin əlindən, aparacaq da ta bəs məsirə yetirməyincən əl çəkməyəcək. Ayın həmişə işi də var. Hələ bir tədadı var, görürsən qatarı gedir. Mən soruşuram, adres soruşuram. Deyirəm qatarın getdi, sən get, mən ayrı adamdan soruşaram. Ayın həmi genə buraxmır. Elə mənə adresi kamilən görsədir. Bunlar bir cürsü mehribanlıqçılıqları çox da gözəldir. Da Japonun lokomotivi. Burada marketdir. Bunların Çini enval aksamı. Çinilər, qapqaşıqlar satırlar. Bütün piyaladan, nəlbəkidən təxtədirlər. Hep hamısı təxtədir. Çinisi də var, təxtəsi də var. Butxanənin dövrəbəri çox təmizdir vaqəən. Ləzzət eləməli. Öz insanlardırlar, burada piknikə döşüyüblər. Ağaçlar da ki, bilirsiniz də, fəslidir indi buranın. Ağaçlar, yarpaqların açıb, güllər açıb, çox təmizdir. Gözəl belə də iyi gəlir belə, çox ləzzətli. Butxanənin kənarı çox gözəl qədəm vurmalı. Çoxlu insan piknikdə. Məntəqələr ki görürsünüz, haylar o bomba ki salıblar oraya ilə buranın, yəni 500 metr fasiləsi yoxdur. Məyə da az 300 metr, 200 metr. Hər nəsə. Bax, Mahəvvətənin beləsi tərtəmiz belə düzəldiblər, çox gözəl. Əslən elə bir gün düzəldiblər bu məntəqələr. Çox təmiz. Vaqəən səfalı. Yəni bir dənə evdə bir çöpü bu eşikdə bir dənə bu parçada bir çöpü görəsən, burada saycam var. Yəni heç bir şey yoxdur. Tərtəmiz. Burada bir daha bir şöyle var. Buradaki su.
Göz yaşı kimi. Bu məntəqəyə burada millət durubdu Nobiyə. Bax nəzm inzibatla bir hələ əysin salır, çəkilir kənara, sonra o birisi gəlir sonra. İndi bilmirəm bu nə mənədir cərəyan. Burada bir elə bir şey ingiliscə bir ayrı dildə yazmayıb, Japonu yazıb. Bəlli dər bura nə mənədir. Mən bir şey yox, biləmirəm. Çiçəklərin belə gözəl güllərin iyləri çox gözəl. Gəlir, çox gözəl. Burada da bu mücəssəməni ki görürsünüz. Belə gəlir mənə ki bom salanda bir xanım uşağın qucaqlayıb ki, yəni ona bir şeylər olmasın da. Hər hali ki bomb atomun müqabilində o birisi də uşağı da dalıscan qucaqlayıb qaçır. Anası yəni bir tərəfdən də bir əli ilə də daldakı uşağı bax görsəz əlini atıb yani puşeş verir ki onlara bir şey olmasın. İstədim bir akşam yaşayışında görək Hiroşimada necə olur. Gözəl balaca barlar var, belə otururlar, yeyirlər, içirlər. Yəni bunlar nədir? Hərdə çəkirlər yarısınacan ki, yəni insanların üzü elə görsənməsin. Bunların kalserləri fərqlidir, hər bir şey bildiyiniz kimi. Tamam analara buradan güzel selamlar. Selam dostlar. Akşam saat 7:30 civarında çıxdım bir eşiyə qədəm vurmağa Hiroşimada. Bir tane Japoni motor değil, çok güzeldir. Təsmə ilə işlidir. Çok dağılıq belə modelli formlarda güzeldir. Bakın bu təsməsinə, həm də bu təsməsi var. Formlarda da Nakarikavadır ki, burada çoxlu barlar və gecə yaşamıdır bura. Elə bir məntəqədir. Çox xoş gəlibsiz, buyura bilərsiniz. Salam dostlar. Gəldik Kyoto şəhrinə. Kyoto şəhrində bir mənzərəli bir yer var. Oranı gəldik qədəmliyək. Məbədləri var bunların burada, məbədgahları.
balıqlar var çoxlu. Üzürlə. Kameranı yaxşı dolandıramıram çünki dediyim kimi qoymurlar o kadar. Burası Kyoto Garden. Burada qoymurlar film çəkməyə mən biraz gizlindən bir az dolandırdım. Çox gözəl, asafalı bir yer. Oğlada gözəl. Görün nə qədər insan var burada. Attım başı o kadar insan gelip düşersen ayak koymaya yer yok. Burada pul atırlar, bu da bir biznes. Herkes salabilse ortada bir yer var oraya ya o kasa kümünün içerisine. Öyle yani biznes eləyiblər. Həqiqət pul kəhnası özləri üçün. Belən Kyoto Garden içərisindəyik. Üstə tərəf fərqli dizaynlar veriblər. Bağa çox gözəl bağa. Burada vaqəən məsəlləri tapmaq çox zordur. Əvvəlinci serisi dahi zordur. Onun üçün feylən hələ Araşimiyə getmək istəyirəm. Film çəkib sizlərə də göndərəm. Amma görəm necə tapa biləcəm hələ o treni getmək üçün. Əli dostlar, gəldik Saga Araşimiya adında bir cəngəlli bir yerlər var. Cəngəl halətində onları görməyə. Çox gözəl məntəqədir. Ümidvaram ki, siz də ləzzət eləyəsiniz. Bəli, burası da Araşima. Baxın, görün nə qədər insan gəlir. Mən biraz bevaqta qalmışam. Yaxşı olardı ki, saat 1-də qabaq burada olaydı. 12-də də civarda olaydı. Yaxşı olardı. Hala da hava çox gözəldir. Bəli, buranı gəzib dolanıb qutarınca 2 saat çəkəcək. Onda biraz bevaqt olacaq. Ta otelə də gedib çıxmaq. Hər nəyəsə görək necə olur. Ağaçlar da gözəl, çiçək açıbdır. Çox mənzərəli. Buradan bilet almalıyıq və içəri getməyə izin üçün. Burada məbəd qahları. Sonra gedirik Bambo cəngələ. Burada xaricəlilər gəlirlər, Japonların libaslarını giyirlər, əhsə saldırır. Burada bəzi balıqlar var. Görüşə bilsən. Çox gözəl, burada qoxu gəlir, iyi gəlir bu güllərin. Fövqəladə gözəldir, baxın, bax. Ağaçlar görünə gözəl gül açıb.
Ah. Ağaçlar çok güzel gülüyor. Bura millət bu aylarda gəlir, çünki burada ağaçların güləsən vaxtıdır, çoxu bunlardan ötürü gəlirlər. Fövqəladə qəşəngdir. Elə gəlir ki, ağacın başa qar yağıb. Elə ağab bax. Bu fövqəlādədir. Vay, bura gör nə gözəldir, bəh, bəh. Fövqəladə gözəldir. Bambu ağaçları. Ne uzundur ha. Dostlar, vay. En güzel bura, bəh. Baxın havaya. Burada kölgə, yəni nə qədər də gün olsa burada gün düşə bilməz bura. Bura kölgə olar. Ağaçlar çox uzun. Şayət 7-8 mərtəbədən uca. Və çox gözəl mənzərəli. Fövqəladə gözəl. Vay. दीदी अपन तो पहुंच गए नीचे ठीक है तो क्या करना हाँ मतलब रेलवे स्टेशन आ गया Halara gedək, halar qalsın. Oh. Gözəl. Heç buradan çıxmaq istəmirəm. Heç bu məhəbbətədən eşiyə çıxmaq istəmirəm. Oh, çox gözəl. Burada dəriyə çox gözəl qayıq da gedir. Onu əldən verir, aşağıda qayıq gedir. Çox gözəldir. Burada aşağıda qayıqlar görə bilərsiniz. Belə ki görürsünüz. Aşağıya getmək biraz zor. Bəli, çox cəlibdir. Burada da meymunlar olur. Meymunlar da deyirlər gecələr gəlir. İndi buracan ki mən görənmədim. Çox gözəl, çox gözəl. Çoxlu qayıqlar var. Nə qədər qayıqlar var. Fövqəladə gözəldir.
Meymunlardan da heç xəbər yox. Gecələr o dağda, o dövrəbərdən gəlirlər. Hələ indi bir şey görsənmir. Neredəki bunların alışqaları, insanlar bunları çəkir də o tərəfdə. Bax, böyle məsələ götürdü, adamı aparır. Aa. Bye bye. Körpüdən yavaş-yavaş o tərəfə gedək, onlarda görək nələr var. Bəli dostlar, Kyoto şəhrində gəldik Nishiki marketə. Nishiki market buranın bir qədimi səfkində, yəni marketidir. Şam bazarı. Çox-çox dalaşlıq küçə bazarlar burada var, belə deyirlər və çox-çox da qədimidir. Ola bilər ki, şayət bizim Şəhxana bazarsası kimi bir şey. Çoxlu cəmiyyət var. Market amma bazarsa ola bilər ki, bir saata bağlıya. Belə deyirlər, saat 5-6-da bağlar. Mən biraz bir vaxta qalmışam. Hər harazan imkan olsa belə xərə göstərəcəm. Yetər yeməklər, dəniz yeməkləri, elə xərsənglər. Çox gözəl. Fövqəladə gözəl. Mən ki, belə bazarsalara aşıqım. Amma vaksamı, nə bilim, pastry, cake o, kafe o. Hər millətdən də burada tapıla bilər, vardır. Hər millətdən burada gördüyünüz kimi görüşür. Nələr var, nələr olsun. Heç olsaz, az olmasaz elə burada 5-6 dənə restorana baxanda adamın ağzının suyu tökülür. Gene yemək istəyir. Bazarın səxvində, bazar da üst örtülüdür, bazardır. Səxvində şişədəndir, təlqidəndir, necə ki qədimi bir zatdır. Çox-çox gözəldir, gördüyünüz kimi. Fövqəladə gözəldir. Baxın vaqəən yeməklərə. Bunlar balıqdırlar, cür və cür. Fövqəladə gözəl. Çoxlu içməlilər var. Dasaya, nə, vayno. Buxarla, nə ilə bilmirəm, pişirirlər, otla, hər modeldə. Hərsəngidirlər bunlar. Bu bir dənə dükkanın məsələn içərisi çox gözəl belə. Oyster, balıq, meygu.
Güllərin nə gözəl qoxusu gəlir. Wow. Bunlar da bunların ən paylardır, bilirsiniz də, təxtədən. Bəzi də plastikdən. Bunlar da sushiləri, fresh shrimp, nədir bunlar? Prawn deyirik biz, prawn. Ələzim. Prawn. Yaddan çıxdı. Prawn. Shrimp, prawn. Meygu. Meygu. İnsan var gördüğünüz kimi. Akşam üstü de yavaş-yavaş dükkanları bağlayırlar. Deməli, millət əlindən yer yox. Dükkana gözəl dizayn verib. Bunlardakı palıqlar.感谢您今天光临锦市场。为了提高锦市场内的礼仪，我们恳请您在游览时在锦市场购物。我多呀，对呀，走了下来了。Bunlar xanımların libasları. Burada dəst ovumlarıdır bunlar. 5000 hududən 20 pon, 30 pon belə satırlar. Buranı da adam bir dənə bağı vəhş özünə qərar verib. İçəridə pişik var, nə bilim oqab var, amma əksami pişiklər var. 5 pon verməlisən, gedib içəridə baxasan, balaca bir otaq kimi bir yerdir. Markede enva ve kısami balıklar. Hiç ömrən görməmişəm böyle bir balıklarda. Meygular.
Hemen adı oktopus. Her taraf burada balıktır. Xərsənglər, taptaza. Bunlar Xanzava şəhrində Japonun bir şəhri, qədimi şəhərlərindən biri. Bir üstörtülü bazardayıq. Ənva və qisami yeməklər, dəniz yeməkləri, balıqdan, meyqudan, sədəfdən, belə bir şeylər. Çox gözəl bir yerdir. Fövqəladə gözəldir. Buradan video çəkmək istəyirəm, siz əzizlərlə şeir edəm. Fövqəladə gözəl xərsənglər, Sədəfi Dəryayı. Fövqəladə gözəl. Belə rutxanəsi, ağaçlar da gözəl. Ağaçlar da gözəl, gül açıblar. Ben bunu bir tənzim edə bilsəm. Ötər də yel əsir. Elə bir etibarı bağlamalıyıq. Üstə yeməklərdir. Suşidən burada belə balıq. Balıqdan taza yeməklər. Bunların sünnəti, restoranları, kaloriləri, dükkan bazarları çox sakit. Hava biraz yağışlı olacaq elə bir. Onun için o kadar insan da yok. Sabların məbədgahları. Ben biraz qeyri-məmul bir yerə gəldim. Bu da qəbristanlıq çıxdı qabağımıza. Bunların qəbristanlıqları. Burada demək olar bunların kasıb məntəqələri. Elə nəzərə gəlir. Və gözəldir.
Ne güzeldi. Oh. Burada təmizlik süpürgə salındı. Dövrə bir məbədgahı olandı. Əlbəttə o birisi qabaqki filmlərə baxsaz, onlarda təkmil, gözəl o məruf yerlərdən ki, məbədgahlar var. Onlardan götürmüşəm film. Onlarda baxa bilərsiniz. Bura balaca şəhridir. Ona görə də burada da məbədgahları var. Burada bir məbədgahları var. İstədim burada da bir görək. Oh. Oh. Ağaç yönünə gözəl gün açıb. Məmuli bir məbədgah, bəli, bağlıdır.